Bütün təhsil ocaqları bir mərkəzdə birləşir. BF Edu Expo 2022 təhsil sərgi yarmarkası. Hər birinizi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Kiçik və Orta Biznes İnkişafı Agentliyinin dəstəyi, kiçik və orta biznes subyektləri və klublarının assosiasiyası ilə Xəzər Media Mərkəzinin birgə təşkilatçılığı da təşkil olunacaq yarmarkada iştirak etməyə dəvət edirik. 50-dən çox şirkətin iştirak edəcəyi təhsil sərgi yarmarkasında təhsilə aid bütün suallarınızın cavabını tapacaqsınız. Təhsil sərgisi yarmarkasında iştirak et, gələcəyini inşa et. Bəli, anonslarımızdan izlədiyiniz kimi biz təhsil sərgi yarmarkası haqqında sizə məlumat verəcəyik və studiyamızın qonağı KOP subyektləri və klublarının assosiasiyasının idarə heyətinin sədri Nigar Ələsgərova studiyamızdadır və Nigar xanımı salamlayırıq. Bu haqda bizə ətraflı məlumat verməsini istəyirik. Təbii ki, sərgi yarmarkasının ilk öncə məqsədi nədir? Bu haqda danışaq. Çox sağ olun dəvət üçün. Deməli, sərginin adından da göründüyü kimi əsas iştirakçı heyəti təhsil sahəsində fəaliyyət göstərən KOP subyektləridir və burada müxtəlif xaricdə təhsil şirkətləri, psixologiya mərkəzləri, universitetlər, təhsil inkişaf mərkəzləri, özəl məktəblər və sair kimi qurumlar təmsil olunacaqlar. Bildiyiniz kimi pandemiyada ən çox zərər çəkən sahələrdən biri də təhsil sahəsi oldu və təhsil sahəsi cəmiyyətimizin çox vacib bir hissəsidir və biznes sahibkarlıq mühitində də önəmli bir, belə deyək, ərazini, önəmli bir kütləni əhatə edir. Ona görə də biz qərarlaşdırdıq ki, həm post-pandemiya dövründə, həm ümumilikdə təhsil şirkətləri arasında əlaqələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin dəstəklənməsi, yeni kütləyə tanıdılması və s. istiqamətində sinerjini formalaşdırmaq məqsədi ilə BF Edu Expo 2022 təhsil sərgi yarmarkasını həyata keçirdək. Bildiyiniz kimi sərgi 30 avqust, 30 sentyabr, 1-2 oktyabr tarixlərində baş tutacaqdır. O zaman anonsu bir daha mən çatdırım hörmətli tamaşaçılarımızın nəzərinə. Deməli, 30 sentyabr tarixindən 2 oktyabr tarixinədək BF Edu Expo 2022 təhsil sərgi yarmarkası həyata keçiriləcək. Amma onu da nəzərinizə çatdırım ki, deməli, iştirak etmək istəyənlər saat 11-dən saat 20-yə qədər ziyarət edə bilərlər sərgini. İştirak etmək istəyən sahibkarlar isə və ziyarətçilər qeydiyyatda mütləq keçməlidirlər. Yəni, bunu nəzərə alın. Bunun üçün, ətraflı məlumat əldə etmək üçün bfeduexpo.kopska.az saytından məlumatlar əldə edə bilərsiniz. Əlaqə nömrəsi 050-203-33-68. Deməli, məlumatlar hal-hazırda ekranda da gedir, telefon nömrəsi. Bura zəng edə bilərsiniz. Bir daha xatırladaq Nigar xanım, kimlər iştirak edə bilər? Deməli, sərgidə. Şirkət olaraqmı, ziyarətçi olaraq? Ziyarətçi olaraq da, şirkət olaraq da, çünki biz anons edirik, bilsinlər bizim tamaşaçılarımız. Şirkət olaraq mən bayaq da sadaladığım kimi təhsil sahəsində, formal və qeyri-formal təhsil sahəsində çalışan bütün şirkətlər, o cümlədən qeyd etdiyim kimi fərdi inkişaf mərkəzi, psixoloji xidmət göstərən mərkəzlər, özəl təhsil müəssisələri, bura uşaq bağçaları olsun, özəl məktəblər olsun, müxtəlif peşə kursları olsun, xaricdə təhsil mərkəzləri, xarici dil kursları, imtahan hazırlıq mərkəzləri. İştirak edə bilərlər. Bəli, onlar iştirak edə bilərlər. Amma mütləq qeydiyyatdan keçmələri lazımdır. Qeydiyyat tarixi, yəni qeydiyyatın bitmə tarixi nə vaxt belədir? Deməli, biz yəqin ki, gələn həftənin 2-ci gününə artıq şirkət olaraq qeydiyyat prosesini tamamlayacağıq. Artıq demək olar ki, yerlər artıq dolubdur. Şirkətlərimizin qeydiyyatı tamamlanmaq üzrədir. Ziyarətçi olaraq isə sərgi gününə qədər də qeydiyyatdan keçmək mümkündür. Biz dəvət edirik ki, burada iştirak etsinlər valideynlər mütləq, çünki orada yerində konsultasiyalar baş tutacaqdır. Psixoloqlarla maraqlanan valideynlər xüsusilə müraciət edə bilərlər ki, orada psixoloji mərkəzlər olacaq və yerində konsultasiyalar olacaq. İstər peşə təhsili ilə bağlı, istər ali təhsil hazırlıq prosesi ilə bağlı, xarici dil mərkəzlərinin hazırlığı ilə bağlı valideynlər, məktəblilər, evladının, özünün təhsili ilə bağlı addım atmaq istəyən hər kəs, elə şüarımızda da qeyd olunduğu kimi
kimi təhsillə bağlı bütün sualların cavabını tapa biləcəklər. Bir də xüsusi vurğulayım ki, orada xüsusi yarışmalar olacaq, viktorinalar olacaq, hədiyyələr olacaq. Ona görə düşünürük ki, auditoriya üçün də maraqlı təşkil olunur. Maraqlı olacaq. Baxın, təhsillə, elmlə maraqlananlar, sizi əgər maraqlandıran suallar varsa, 30 deməli sentyabr tarixində başlayacaq təhsil sərgi yarmarkası. Elə bunun üçün nəzərdə tutulub ki, sizin təhsillə bağlı, övladlarınızın təhsili ilə bağlı sizi maraqlandıran bütün sualların cavabını orada iştirak edəcək çox sayda şirkətlər var ki, məhz təhsil sektorunda olan şirkətlər olacaq ki, sizin suallarınızı oradakı nümayəndələr, peşəkarlar cavablandıracaqlar və daha maraqlısı viktorinalarda olacaq. Deməli, övladları ilə də təbii ki, yaxınlaşa bilərlər. Bəli, övladları ilə də yaxınlaşa bilərlər, dediyim kimi və yerində xidmət ala bilərlər. Çox gözəl. Amma hər hansı bir məhdudiyyət varmı? Yenə də istər şirkətlər olsun, istər sakinlərimiz olsun, vətəndaşlarımız olsun. Dediyim kimi, ikinci günə qədər, növbəti həftənin ikinci günə qədər biz şirkətlərlə bağlı qeydiyyatı tamamilə yekunlaşdıracağıq. Bir daha vurğulayıram ki, artıq demək olar ki, yerlər dolub, çox az sayda imkan var qeydiyyat üçün. Ancaq ziyarətçilər üçün hər hansı bir qeydiyyat yoxdur. Saat qeyd etdiyiniz kimi, saat 11-dən 20:00-a qədərdir və təklif edirik ki, ən geç halda 19-18:30-da artıq sərgi ərazisinə yaxınlaşsınlar. Çünki çox maraqlıdır, çox genişdir ərazimiz və faydalı, məlumatlı ola bilmək üçün, daha çox məlumat əldə edə bilmək üçün düşünsünlər ki, bir saat yarım sərgi ərazisinə vaxt sərf etməli olacaqlar. Bəli. Nigar xanım, belə bir sual verim sizə. Ümumiyyətlə, sərginin məqsədi təbii ki, təhsillə bağlı, elmlə bağlı, insanları maraqlandıran sualların cavabıdır. Bir də yəqin ki, şirkətlərlə də tanışlıq. Bəli. Hansı şirkət, hansı imkanlara malikdir, onlara nə kimi köməklik edər, nələri öyrənə biləcək gələn ora ziyarətçi, vətəndaşlar, psixologiya mərkəzləri dediniz olacaq, təhsillə bağlı, xaricdə təhsil, bəli, universitetlər. Nə kimi sualların cavabı, nə kimi məlumatlar əldə edə biləcəklər? Çox gözəl sualdır. Ümumiyyətcə qeyd edeyim ki, bizim Türkiyədən də universitetlər və psixoloji mərkəzlərimiz iştirakçılarımızdır. Proses burada nədən ibarətdir? Sərginin, belə deyək, ana məqsədindən biri əgər şirkətlərə xidmət etmək, onlar arasında sinerji və networkingdirsə də, digər məsələ də məhz təhsil iştirakçıları üçün bunu maraqlı etməkdir. Burada məsələ nədir? Məsələn, bir valideyn bütün respublikanı gəzib və yaxud paytaxtı gəzib 5, 10, 20 mərkəz haqqında eyni vaxtda məlumat ala bilməz. Ancaq sərgiyə gələrək həm universitetlə bağlı, həm digər hazırlıq mərkəzləri ilə bağlı eyni anda məlumat ala bilər və yerində müqayisə edə bilər. Və xüsusi vurğulayım ki, sərgi iştirakçısı olan şirkətlər də sərgi ziyarətçiləri üçün xüsusi endirimlər təşkil edəcəklər ki, sərgidə qeydiyyatdan keçərlərsə, hansısa xidməti əldə edərlərsə, o zaman sərgiyə məxsus olaraq da onlara endirimlər təqdim olunacaq. Belə deyək, seçim imkanı verirsiniz. Bəli. Seçim imkanı verir bu sərgi, təhsil sərgi yarmarkası. Çox gözəl bir şans yaranıb ki, deyək ki, hansı universiteti seçək deyə seçim qarşısında qalmışsınız və ya xaricdə təhsil almaq istəyən bizim gənclərimiz var və ailələr var ki, hansı təhsil şirkəti ilə getsək daha əlverişli olacaq, daha yaxşı şərtlər altında bizim övladımız həm gedə biləcək, həm təhsil ala biləcək. Orada bir çox şirkətlər olacaq. Bir tək xaricdə təhsil mövzusu deyil, amma bunu nəzərdə tutun. Orada psixologiya mərkəzləri olacaq. Psixologiya mərkəzlərinin daxilində də burada qollara da bölünür. Çünki orada loqopedik ola bilər, uşaqlar üçün, böyüklər üçün. Yeniyetmələr üçün, bəli. Çox haqlısınız ki, burada bir məqamda baş verir. Adətən sərgilərdə belə bir təcrübə yaşayırıq. Valideyn bəzən evladını hara yönləndirməli olduğunu bilmir. Peşə seçimi, ixtisas seçimi olaraq və yaxud yeniyetmənin özündə də belə bir suallar yaranır. Bizim rastlaşdığımız bir təcrübədir ki, misal üçün 9-cu sinifdə artıq hazırlaşır ki, hansı istiqamətə getsin və bu kimi tədbirlər, sərgilərdə aldığı informasiya, onunla olan konsultasiyalar və s. onu daha doğru istiqamətləndirə bilir. Misal üçün, peşə profilini müəyyən etmək üçün bir testdən iştirak edir və başa düşür ki, onun seçdiyi əslində, belə deyək də, dərk edərək seçdiyi deyil də,
də seçim arasında qalarıb da belə deyək, bu Bəli. dəbdir, bu daha perspektivlidir deyə düşünüb seçdiyi bir ixtisası dəyişə bilir yerində. Çünki həmən ərazidə istər mentor, istər konsultant onunla söhbət aparır və məlum olur ki, seçim yanlışdır və yaxud valideynlə söhbət aparılır. Ona görə bu kimi tədbirlərin ümumiyyətcə həm şirkətlər üçün, həm ziyarətçilər üçün əhəmiyyəti olduqca böyükdür. Bəli. Əhəmiyyəti olduqca böyükdür. Ümumiyyətlə, mən buradan səslənirəm həm valideynlərə, həm gənclərə. Deməli, sərgilər olsun, təhsil yarmarkası ilə bağlı olsun, sizə aid olan bir sahə olsun ki, sərgi təşkil olunub. Çalışın bu sərgilərdə iştirak edin. Nəinki sərgilər, ümumiyyətlə tarixi yerlər olsun, ekskursiyalar olsun, bu şeylər insana çox təcrübə qatır. Biri var, oxuyursan və ya qulaqdan qulağa eşidirsən, bir də var ki, birbaşa özün gedirsən, ziyarət edirsən, görürsən və özün canlı şahidi olursan. Bu zaman insan daha çox öyrənmiş olur, daha çox özü şahidi olmuş olur. Bir şeyin şahidi olduqda insanın beyninə daha da həkk olunur. Bir də bir şey ümumiyyətlə edərkən, bir seçim edərkən onun bir məntiqinə varın ki, bunu mən niyə etdim, nəyə görə etdim, kiminsə təkidi ilə etmirim. Çox gözəl şans yaranıb. Düzdür, yeni tədris ili başlayıb əslində, seçimlər edilib, amma məsəl üçün xaricdə təhsillə bağlı hələ də seçimlər davam edir. Bu məsələlərdə də bu təhsil sərgisi çox sizə yardımcı olacaq və ya tək xaricdə təhsili vurğulamayaq. Uşaqlarınızda logopedik ola bilər, psixoloji ola bilər. Psixoloji o demək deyil ki, mütləq əqli geri qalır, amma davranışında mı problem var? Orada psixologiya mərkəzləri olacaq. Siz seçim edə biləcəksiniz ki, hansı psixologiya mərkəzində bizə daha yaxşı və istədiyimiz o şeyi verə biləcəklər. Çünki düşünürəm ki, şirkətlər də daha yaxşı hazırlıq olmalıdırlar. Əlbəttə, dediyim kimi, həm xüsusi endirimlər rəqabət böyük olacaq. Bəli, xüsusi hədiyyə paketləri hazırlayıblar və qeyd edeyim, mən unutdum qeyd etməyi, nəşriyyatlar da burada olacaqlar və onlar da xüsusi endirimli kitablar və sair kimi materiallar satışı ilə məşğul olacaqlar. Əslində böyük bir hadisədir. Bəli. Böyük bir hadisədir, gözəl hadisədir. Bəli, belə deyək ki, gözəl bir hadisədir və buna da mən düşünürəm ki, indidən hazırlaşsın. Şirkətlər üçün bilirəm ki, həqiqətən indi onları bir də canlandırır. Şirkətlərdə canlanma. Bilirsiniz, bir də gözəl bir rəqabət mühiti yaradır və nə gözəl ki, bu yarmarkanı təşkil edibsiniz. Qeyd edirəm, deməli, Bakıda, hörmətli tamaşaçılar, 30 sentyabr tarixində gözəl bir sərgi keçiriləcək. Belə adlanır, BAYF Edu Expo 2022 təhsil sərgi yarmarkası. Burada Nigar xanım artıq qeyd etdi, təhsil şirkətləri, psixologiya mərkəzləri, yəni təhsillə bağlı bütün şirkətlər burada iştirak edib öz işlərini sizlərə təqdim edəcəklər. Sizin də o işlər arasında seçim etmə imkanınız yaranacaq. Deməli, sərgi başlayacaq 30 sentyabr tarixində və davam edəcək 2 oktyabr tarixinə qədər. Başlama saatı 11:00, bitmə tarixi 20:00. Amma saat 20:00-da gedib, mən sərgiyə gəlmişəm deyə getməyin. Çünki sərgiyə ən azından 2 saat, mən düşünürəm ki, 2 saat vaxt sərf etmək lazımdır. Görün, orada nə qədər şirkət olacaq. Bəli, 50 şirkət iştirak edəcək. Elə bu sualı sizə verəcəkdim ki, Nigar xanım, nə qədər şirkətlər iştirak edəcək? 50 şirkət iştirak edəcək sərgidə. Hətta çoxsaylı müraciət var. Təəssüf ki, biz ondan artıqını yerləşdirə bilmirik. Ancaq qeyd edim ki, bu sərgi ənənəvi xarakter daşıyacaq və biz il ərzində bir və ya 2 dəfə bu sərgini keçirməyi planlaşdırırıq. Bu təhsil festivalı ənənəsini formalaşdırmaq istəyirik. Bəli, məncə bunu ənənəyə çevirmək lazımdır. Çünki bu faydalı bir festivaldır. Təhsil bir insanın, bir millətin ümumiyyətlə gələcəyə, parlaq gələcəyə aparan sahəsidir, amilidir və ən öndə gedən amillərdən biri olmalıdır. Və təşəkkür edirik ki, belə təşəbbüslərlə çıxış edirsiniz. İnsanlarımızın maariflənməsi üçün əlinizdən gələni edirsiniz. Xatırladıram ki, deməli, qeydiyyatdan keçmək üçün dediniz, bir tək sahibkarlar mı keçməlidir, ziyarətçilər də mi keçməlidir? Arzu olunandır ki, ziyarətçilər də qeydiyyatdan keçsinlər. Çünki təbii ki, girişdə bizim qeydiyyatımız olacaqdır. Ancaq orada sıxlıq yaratmamaq üçün, daha rahat əraziyə daxil ola bilmək üçün öncədən qeydiyyat arzu olunandır və orada qeyd etdiyiniz kimi bfeduexpo.kopska.az saytına daxil olaraq həm şirkət kimi, həm ziyarətçi kimi qeydiyyatdan keçmək olar və sərgi ilə bağlı digər detalları da əldə
əldə etmək olar. Amma xüsusən buradan sahibkarlara və şirkətlərə üst tutaraq müraciət edirəm ki, sizin qeydiyyatdan keçməyiniz mütləq şərtdir. İkinci günə qədər Nigar xanım qeyd etdi ki, qeydiyyatdan keçmə şansı var. Qeydiyyatdan keçmək üçün elə sahibkarlar da yəqin ki, bu saytdan istifadə edə bilərlər. O zaman xatırladıram, bf.edu.expo.kopska.az saytı bizim ekranda yəqin ki, gedir bu sayt. Nömrə isə 050-203-33-68 nömrəsidir. Hal-hazırda ekranda görürsünüz. Çox maraqlı olacaq. Şirkətlərin də marağındadır ki, insanlarımıza gördükləri iş və ümumiyyətlə özlərini tanıtsınlar. Bunu sizə belə deyə, nə gözəl şərtlər altında BF Edu Expo 2022 təhsil sərgi yarmarkası yaradır bu imkanı. Amma təbii ki, başda Elm və Təhsil Nazirliyi olmaqla kimlər dəstəkdir deməli yarmarkaya? Eyni ilə Elm və Təhsil Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bizim rəsmi tərəfdaşlarımızdır və hər iki dövlət qurumuna çox təşəkkür edirik. Eyni zamanda bizim çox sevimli Xəzər Media Mərkəzi, Xəzər TV-də bizim dəstəkçimizdir. Bundan başqa Özəl Təhsil Müəssisələri Assosiasiyası ilə də tərəfdaşlıq edirik auditoriyanın cəlb olması istiqamətində və təşəbbüs də təbii ki, Kiçik və Orta Biznes Subyektləri və Klublar Assosiasiyasından gəlir və inanırıq ki, bu əməkdaşlıq, bu sinerji gözəl bir layihənin ərsəyə gəlməsinə səbəb olub. Və Xəzər Media hər zaman bu işlərdə dəstəkdir. Nəyə görə? Çünki bu ölkəmizə faydalı olacaq bir yarmarkadır, sərgidir. Mən düşünürəm ki, çox belə deyək də sevinərək və sevərək insanlar bu yarmarkaya hazırlaşmalıdırlar. Əvvəllər çox belə əlamətlər, günlər olurdu ki, onu təntənəli şəkildə qeyd edirdik. İndi də var, bizim qələbə günümüz yaxınlaşır. Onu təntənəli şəkildə qeyd edəcəyik inşallah. Və bu cür hadisələri də qeyd etməliyik, mən düşünürəm. Yəni, qeyd etmək o mənada ki, gedib orada iştirak etməliyik, dəstək olmalıyıq. Çünki bu ilk ilkdirmi, birinci ildirmi, yoxsa necə? Bu birincidir və dəstəkdən söz düşmüşkən mən mütləq bizim sponsorlarımızı da qeyd eləmək istəyirəm. Bizim tədbirin baş sponsoru Anadolu Universitetidir. Bizim digər sponsorlarımız Indigo Print şirkətidir, Hədəf şirkətlər qrupudur, Slavyanka suyudur və deməli Beynəlxalq Təhsil Mərkəzidir. Niyə görə xüsusi vurğulayıram? Çünki elə təhsil şirkətlərinin və qeyri-təhsil şirkətlərinin də bu sahəyə göstərdiyi dəstək ümumi icmanın inkişafı üçün, təhsil sahəsinin inkişafı üçün çox önəmlidir. Ona görə baş sponsorumuz Anadolu Universiteti başda olmaqla digər sponsorlarımıza da çox təşəkkür edirik. Ümumiyyətlə, bu təhsil sərgi yarmarkasının ərsəyə gəlməsində köməkçi və dəstəkçi olan bütün hər kəsə təşəkkür edirik. Çox gözəl bir yolun başlanğıcıdır növbəti illərdə. Ümumiyyətlə, KOP subyektləri və klubları assosiasiyasından əslində gələn bir təşəbbüsdür. Siz bir tək beləmi, bu səpkidəmi yarmarkalar təşkil edirsiniz, yoxsa başqa gördüyünüz işlər nələrdir? Bəli, adından göründüyü kimi bizim əsas fəaliyyətimiz, hədəf kütləmiz mikro, kiçik və orta sahibkarlarla bağlıdır və bu bizim birinci sərgimiz deyil, təhsil sahəsində birincidir, amma ümumilikdə biz ümumiyyətcə KOP subyektlərinin satış imkanlarını genişləndirmək, qeyd etdiyim kimi əməkdaşlığın qurulması, onların tanıdılması, yerli brendlərin tanıdılması məqsədi ilə müxtəlif sərgilər, konferanslar, forumlar, tədbirlər həyata keçirdirik. Elə fürsətdən istifadə edib Xəzər Media Mərkəzinə bir daha təşəkkür etmək istəyirəm. Çünki bizim ənənəvi başqa bir sərgimiz də var. Arşın Malalan Milli Silsiləvi Satış Sərgi Yarmarkası. Burada auditoriyanın daha çox belə deyək, faydalanan şirkətlər mikro sahibkarlardır. Onlardan 90%-ə qədəri qadınlardır və onlar üçün bu çox böyük dəstək olur. Çünki satış imkanlarını artırır, onları tanıdırıq və s. 1-ci avqust ayının əvvəlində həyata keçirmişdik ki, Xəzər Media Mərkəzi onda da tərəfdaşımız idi, çox sağ olsun. Və növbətisi sentyabr ayında nəzərdə tutulurdu. Bildiyiniz məlum hadisələrdən dolayı Allah şəhidlərimizə rəhmət eləsin. Bu səbəbdən dolayı təxirə saldıq. Oktyabr ayının da yenə yəqin ki, 2-3-cü həftəsində növbətisini
yarmarkasını həyata keçirdəcəyik və silsiləvi xarakter daşıyır. Hər ay 2 gün olmaqla ilin sonuna qədər həyata keçiriləcəkdir. Və dediyim kimi tək fəaliyyətimiz sərgilər, konferans və forumlar deyil. Biz ümumiyyətcə çalışırıq ki, ölkədə sahibkarlar arasında assosiativ mədəniyyətin formalaşmasına xidmət edək, onların təmsilçilik məsələlərinə dəstək olaq, beynəlxalq əməkdaşlıqlarını inkişaf etdirək, institusional inkişaflarına xidmət etmiş olaq və tərkibimizdə Sahibkarlıq Akademiyası, konsaltinq mərkəzi və s. xidmət göstərir ki, biz sırf sahibkarların fəaliyyətinə, işinə, təmsilçiliyinə dəstək olmuş ola bilək. Çox təşəkkür edirik ki, belə işlərlə, belə maarifləndirici, həm maarifləndirici, həm sahibkarlara dəstək olaraq onların inkişaf etməsinə, qabağa getməsinə yardımcı olursunuz. Buradan yəqin ki, Nigar xanımın dediyi, gördükləri, yəni bu KOP subyektləri və klubları assosiasiyasının gördüyü işlər haqqında Nigar xanım ətraflı məlumat verdi. Əgər siz də istər bu sərgi olsun, istər ümumiyyətlə başqa bu tədbirlər olsun, başqa işlərdə iştirak etmək istəyirsinizsə, elə həm KOP assosiasiyasına müraciət edə bilərsiniz, həm də ki, bu sərgidə iştirak etmək istəyənlər, siz mütləq qeydiyyatdan keçməyiniz lazımdır. Xüsusən sahibkarlar bu sərgidə iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. BFE Edu Expo .kopska.az saytında məlumatları əldə edə biləcəksiniz. Qeydiyyatdan mı oradan keçə bilərlər? Bir daha xatırladım. Bəli. Həm şirkətlər, həm ziyarətçilər də oradan qeydiyyatdan keçə bilərlər. Buradan bir də müraciət edin. Son sözünüzü sizdən alaq. Tamaşaçılar üçün sağ olaşaq. Çox sağ olun. Bir daha dəvətiniz üçün təşəkkür edirəm və bir daha da mən valideynlərimizi, şagirdlərimizi, tələbələrimizi, istənilən yaş kateqoriyasında olan həmvətənlərimizi sərgiyə dəvət edirik. İnanırıq ki, çox faydalı olacaq. Çox təşəkkür edirik biz də sizə. Bir daha xatırladırıq ki, 30 sentyabr tarixindən 2 oktyabr tarixinə qədər BFE Edu Expo 2022 təhsil sərgi yarmarkası keçiriləcək. Yarmarka 11:00-20:00 yəni vaxtlar arasında saat olaraq keçiriləcək. İştirak etmək istəyənlər mütləq qeydiyyatdan keçsinlər. Əkranda əlaqə nömrəsi və saytı da görürsünüz. Beləliklə bir daha xatırladıram ki, studiyamızın qonağı KOP subyektləri və klublarının assosiasiyasının idarə heyətinin sədri Nigar Ələsgərova idi. Hörmətli tamaşaçılar, bugünə bu qədər. Görüşərik, sağ olun. Təhsil ocaqları bir mərkəzdə birləşir. BFE Edu Expo 2022 təhsil sərgi yarmarkası. Hər birinizi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Kiçik və Orta Biznes İnkişafı Agentliyinin dəstəyi, kiçik və orta biznes subyektləri və klublarının assosiasiyası ilə Xəzər Media Mərkəzinin birgə təşkilatçılığı təşkil olunacaq yarmarkada iştirak etməyə dəvət edirik. 50-dən çox şirkətin iştirak edəcəyi təhsil sərgi yarmarkasında təhsilə aid bütün suallarınızın cavabını tapacaqsınız. Təhsil sərgisi yarmarkasında iştirak et, gələcəyini inşa et.